Hamıya salam. Bugünkü videoda 20 sınaq toplusundan 17-ci sınağın izahını paylaşacağım. Başlayaq sualların izahına. Birinci sual. Uzunluğu 340 metr olan qatarın sürəti 15-dir. Uzunluğu 200 metr olan tuneli qatar neçə saniyəyə keçər? İlk öncə qatarın gedəcəyi ümumi yolun uzunluğunu tapaq. Tuneli keçmək üçün ilk öncə 200 metr yolu gedəcək. Daha sonra bu tuneldən çıxmaq üçün öz uzunluğu qədər də yol getməlidir. Yəni 340 metrdə yol getməlidir ki, tuneldən çıxa bilsin. Deməli, qatarın gedəcəyi ümumi yolun uzunluğu 200 üstəgəl 340. 540 metrə bərabər olur. Əgər qatarın sürəti 15-dirsə, onda zamanı hesablayaq. S bölünsün V, 540 bölünsün 15. Cavab olur 36 saniyə. İkinci sual, ifadənin qiymətini hesablayın. Surətdəki ifadə onun qüvvətlərindən ibarətdir. Onun qüvvətlərindən birini mütərizə xaricində çıxartmaq lazımdır. Yəni kiçik ədədi seçirik. 10 üstü mənfi 3 və 10 üstü mənfi 2. Kiçik ədəd 10 üstündə mənfi 3-dür. 10 üstündə mənfi 3, 7 üstəgəl 2 vurulsun 10. Mötərizəni açanda yenə də 7 vurulsun 10 üstündə mənfi 3, üstəgəl 2 vurulsun 10 üstündə mənfi 2 ifadəsi alınır. Bölünsün 3 vurulsun 10 üstündə mənfi 3. Bərabərdir. 10 üstündə mənfi 3'lər ixtisar edir. 7 üstəgəl 20 bölünsün 3. 27 bölü 3 cavab olur 9. Üçüncü sual, bərabərsizliyi həll edin. Bərabərsizliyi həll etmək üçün bu ifadənin məxrəcini 3 olacaq şəkildə yazmalıyıq. Mənfi 2x üstəgəl 4 üstəgəl həmin ifadənin hər tərəfini 3'ə vuraq. Bölünsün 3. Böyükdür 0. Bərabərsizliyin hər tərəfini 3'ə vuraq. Mənfi 2x üstəgəl 4 üstəgəl 3x üstəgəl 3 böyükdür 0. 3x çıxılsın 2x. X üstəgəl 7 böyükdür 0. X böyükdür mənfi 7'dən. Cavab olur mənfi 7 müsbət sonsuzluq. Dördüncü sual. A kiçikdir 0 kiçikdir B olarsa ifadəni sadələşdirin. Kökün dərəcəsi ilə qüvvəti ixtisar edəndə kökün altındakı ifadə düşür modula. Modulda 2b çıxılsın A. Üstəgəl, eyni ilə burada da 2'lər ixtisar edir. İfadə düşür modula. Bərabərdir. Bu modulun içərisindəki ifadənin qiyməti müsbətdir. Çünki B-nin qiyməti müsbətdir, A-nın qiyməti mənfidir. Böyükdən kiçik çıxanda ifadənin qiyməti olur müsbət. İkinci modulun içərisindəki ifadənin qiymətinə baxaq. A çıxılsın B. A B-dən kiçikdir. Buna görə kiçikdən böyük çıxanda ifadənin qiyməti olur mənfi. Birinci modulun qiyməti müsbət olduğuna görə ifadəni olduğu kimi açırıq. İkinci mötərizədəki ifadənin isə əksini vurub açırıq. Yəni mənfi A çıxılsın B. Mənfi ilə mötərizənin içinə vursaq, olacaq B çıxılsın A. Bərabərdir. 3B çıxılsın 2A. Cavab olur D variantı. 5-ci sual. ABC üçbucağının ABD və Y nöqtələri çevrə üzərindədir. Bucaq BY-də 110 dərəcə, bucaq ABC 50 dərəcə olarsa, bucaq C-ni tapın. Əgər bucaq A-nın qiymətini tapsaq, onda ABC üçbucağının daxili bucaqların cəmini 180 dərəcəyə bərabər eləyib C bucağını tapa bilərik. Bucaq A-nın söykəndiyi qövs buradır. BD qövsü. Bu qövsün dərəcə ölçüsünü tapmaq üçün 360 dərəcədən bu qövsün dərəcə ölçüsünü çıxmaq lazımdır. BAD qövsünə uyğun bucaq 110 dərəcədir. Deməli, BAD qövsünün dərəcə ölçüsü olur 220. Əgər bu bucaq
bu qövs 220 dərəcədirsə, onda bu qövsün qiyməti olur 360 çıxılsın 220. 140 dərəcə. 140 dərəcəli qövsə söykənən daxilə çəkilmiş bucağın dərəcə ölçüsü olacaq onun yarısı, yəni 70 dərəcə. İndi bucaq S-ni hesablayaq. 70 üstəgəl 50 üstəgəl S bərabərdir 180 dərəcə. S üstəgəl 120 bərabərdir 180, S bərabər olur 60-a. Doğru cavab Y variantı. 6-cı sual. ABCD rombunun BD diaqonalı CF parçasını 3 və 4 cm-lik hissələrə ayırır. F-də 9 olarsa rombun perimetrini tapın. Bu tapşırığı həll etmək üçün oxşarlıq qaydasından istifadə etmək lazımdır. Bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Çünki rombun qarşı tərəfləri bir-birinə paraleldir və bu bucaqlar daxili çarpaz bucaqlardır. Daha sonra bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Yenə paralellik qaydasından bunlar daxili çarpaz bucaqlar olur. Bu bucaqla bu bucaq isə qarşılıqlı bucaqlar olduğuna görə bir-birinə bərabər olur. Bu iki üçbucağın üç bucağı bir-birinə bərabər olduğuna görə bunlar oxşar hesab olunur. Rombun tərəfinə A yazaq. 9 bölünsün A bərabərdir. Bir xət yazdığım bucağın qarşısına duran tərəf 3-ün, buradakı bir xəttin qabağında duran 4-ə nisbəti. A bərabər olur 12-yə. Bizdən rombun perimetrini soruşur. P bərabərdir 4A-ya, 4 vur 12, cavab olur 48. 7-ci sual. Fx funksiyası üçün F2 3-ə bərabər olarsa F5-i tapın. İlk öncə x-in yerinə 2 yazıb, ifadənin qiymətini 3-ə bərabər eləyək. 2-nin kvadratı çıxılsın 4 vur 2, üstəgəl S bərabərdir 3. 4 çıxılsın 8 üstəgəl S bərabərdir 3. Buradan S bərabər olur 7-yə. İndi x-in yerinə 5 qoyub hesablayaq. F5 bərabərdir 5-in kvadratı çıxılsın 4 vur 5. S-ni də 7 tapdıq. Üstəgəl 7 bərabərdir 25 çıxılsın 20 üstəgəl 7. Cavab olur 12. 8-ci sual. ABC üçbucağında AB BD-yə perpendikulardır. AB 20, BD 15, DC 8 olarsa BDC üçbucağının sahəsini tapın. İlk öncə ABD üçbucağının B təpəsindən bir hündürlük çəkək. Çəkdiyimiz bu hündürlük həm ABD üçbucağının hündürlüyüdür, həm də BDC üçbucağının hündürlüyüdür. Kör bucaq təpəsinə çəkilən hündürlük üçbucağın xaricində yerləşir. Deməli, biz BH hündürlüyünü tapsaq, BDC üçbucağının sahəsini hesablaya bilərik. Pifaqor teoreminə görə AD tərəfini tapaq. AD-nin kvadratı bərabərdir 20-nin kvadratı üstəgəl 15-in kvadratı. AD-nin kvadratı bərabərdir 400 üstəgəl 225. AD-nin kvadratı bərabərdir 625. AD bərabər olur 25-ə. Buranı tapdıq 25. BH hündürlüyünü hesablayaq. BH bərabərdir 20 vurulsun 15 bölünsün 25. 5'e bölək 4, 5. 3 vur 4, hündürlük olur 12. İndi BDC üçbucağın sahəsini hesablayaq. 2'də 1 vurulsun tərəf, tərəf DC-dir, 8 vurulsun bu tərəfə çəkilən hündürlük. Hündürlüyü də 12 tapdıq. Cavab olur 6 vur 8, 48. 9-cu sual. İfadənin qiymətini tapın. Məxrəzdəki ifadədən elə ortaq vuruqlar seçməliyik ki, kökdə 5 üstəgəl kökdə 3-ə bərabər olsun. 3 üstəgəl kökdə 15-dən kökdə 3-ü mötərizə xaricinə çıxardaq. Surəti olduğu kimi yazıraq. Kökdə 3-ü çıxartdıq. Kökdə 3 üstəgəl kökdə 5 qaldı. Çıxılsın.
Bu ifadədən isə kökdə 2-ni mütərizə xaricinə çıxardaq. Kökdə 5 üstəgəl kök altında 3. Həm bu ifadədə, həm də bu ifadədə kökdə 3 üstəgəl kökdə 5 ortaqdır. Kökdə 5 üstəgəl kökdə 3 surətdəki ifadə idi. Aşağıdakı ifadədən də kökdə 3 üstəgəl kökdə 5-i mütərizə xaricinə çıxardaq. Qalır kökdə 3 çıxılsın kökdə 2. Bunlar ixtisar gedir. Yerdə qalır 1 bölünsün kök altında 3 çıxılsın kök altında 2. Kəsrin məxrəcini irrasionallıqdan azad eləyək. Bunun üçün qoşmasına vururuq. Kökdə 3 üstəgəl kökdə 2-yə. Bu hasilin qiyməti olur 3 çıxılsın 2, 1. Deməli, bu ifadənin cavabı olur kökdə 3 üstəgəl kökdə 2. 10-cu sual. Tənliyin kökləri x1 və x2 olarsa, bu ifadənin qiymətini tapın. İlk öncə ifadənin məxrəcini bərabərləşdirək. Birinci kəsin hər tərəfini x2-yə vuraq. Böl x1, x2. İkincinin hər tərəfini vuraq x1-ə. Köklərin cəmi əks işarə ilə ikinci əmsala bərabər olur. Yəni 6-ya bərabərdir. Köklərin hasili isə 3-cü əmsala, yəni 2-yə bərabər olur. Cavab olur 6 bölü 2, 3. 11-ci sual. A və B çoxluqları üçün kəsişmənin qiyməti 4-ə bərabərdir. B-nin A-dan fərqi 6 olarsa, A çoxluğunun elementlərinin sayını soruşur. Çoxluq məsələsini həll etməyin ən asan yolu Venn diaqramı təsvir etməkdir. Venn diaqramını təsvir elədik. İndi şərtdə verilənləri burada qeyd edək. A ilə B-nin kəsişməsi 4-dür. 4-ü yazırıq ortaya. B-nin A-dan fərqi 6-ya bərabərdir. Bura yazırıq 6. B çoxluğunda olan ümumi elementlərin sayı bərabər olur 10-a. A-nın B-dən fərqi nə isə x deyək. Daha sonra bu verilənləri bu bərabərlikdə yerinə qoyaq. NB 10 idi. 10 bərabərdir 2 vurulsun. N A-nın B-dən fərqi, yəni x. Onda x bərabər olur 5-ə. Bizdən A çoxluğunun elementlərinin sayını soruşur. A çoxluğunun elementləri sayı olur 5 üstəgəl 4. 9. 12-ci sual. A və B natural ədədləri üçün A kvadratı çıxılsın B kvadratı 29 bərabərliyindən B-ni tapın. İlk öncə müxtəsər vurma düsturunun köməyi ilə vuruqlara ayıraq. A çıx B, A üstəgəl B bərabərdir 29. Şərtdə AB ədədlər natural olduğu verilib. 29 isə sadə ədəddir. Deməli, 29-u yalnız 1 vurulsun 29 şəklində yazmaq olar. İndi tənliklər sistemi şəklində yazaq. A çıx B bərabərdir 1-ə, A üstəgəl B bərabər olur 29-a. Tərəf-tərəfə toplayaq. 2A bərabərdir 30-a, A bərabər olur 15-ə. Onda B-nin qiyməti olur 14. 13-cü sual. Oturacağının diaqonalı 4/2 olan kubun həcmini tapın. Bilirik ki, kubun bir üzü kvadratdır. Onun oturacağı da kvadratdır. Kvadratın diaqonalı 4/2-dirsə, onda həmin kvadratın tərəfi olur 4. Kvadratın tərəfi isə kubun tilinə bərabərdir. Kubun həcmini tapmaq üçün V bərabərdir A kubu düsturundan istifadə olunur. A-nın yerinə 4 yazırıq. Həcm bərabər olur 64-ə. 14-cü sual. ABCD kvadratında bucaq YDS 30 dərəcə olarsa, bucaq CYD-ni tapın. AC parçası kvadratın diaqonalıdır. Biz bilirik ki, kvadratın diaqonalı onun həm də bucağının tən bölənidir. Kvadratın bir bucağı 90 dərəcədir. AC diaqonalıdırsa, onda bu bucaq olur 45 dərəcə. Y bucağını tapmaq üçün bu 3 dənə bucağın cəmini 180-ə bərabər eləmək lazımdır. Bucaq Y üstəgəl 45 üstəgəl 30 bərabərdir 180. Bucaq Y üstəgəl 75 bərabərdir 180. Bucaq Y bərabər olur 105-ə. Cavab Y variantı. 15-ci sual. Bu tənasübə əsasən bu ifadənin qiymətini tapmaq tələb olunur.
İlk öncə bu tənasübə baxaq. A bölü B bərabərdir 3. A bölü B 3-ə bərabərdirsə, A bərabər olur 3B-yə. C bölü D 3-ə bərabərdirsə, C bərabər olur 3D-yə. İndi bu ifadədə yerinə qoyub yazaq. A-nın yerinə 3B yazaq, üstəgəl B üstəgəl, C-nin yerinə 3D yazaq. 3D üstəgəl D bölünsün B üstəgəl D bərabərdir 4B üstəgəl 4D bölünsün B üstəgəl D. 4-ü ortaq çıxardaq. İxtisar gedir bunlar. Yerdə qalır 4. 16-cı sual. İfadənin qiymətini hesablayın. 1 üstəgəl 2-də 1 bərabər olur 2-də 3-ə. Vurulsun. 1 üstəgəl 3-də 1 bərabər olur 3-də 4-ə. Vurulsun. 1 üstəgəl 4-də 1 bərabərdir 4-də 5. Vurulsun. 1 üstəgəl 21-də 1 bərabər olur 21-də 22-yə. Bu hasilə baxaq. Görürük ki, birinci kəsrin surəti ilə ikinci kəsrin məxrəci ixtisar olur. Həmçinin bunlar da ixtisar gedir. Deməli, bu 5 ilə bundan sonra gələn kəsrin məxrəcindəki 5 ixtisar gedir və bu 21 ilə bundan qabaqki kəsrin surəti ixtisar gedir. Yerdə qalır birinci kəsrin məxrəci ilə sonuncu kəsrin surəti. 22 bölünsün 2, cavab olur 11. 17-ci sual. A və B nöqtələrindən keçən çevrənin diametri AB parçasıdır. Çevrənin radiusunu tapın. İlk öncə A və B nöqtələri arasındakı məsafəni hesablayaq. Bu məsafə bərabər olacaq diametrin uzunluğuna. Çevrənin radiusunu tapmaq üçün isə həmin tapdığımız cavabı 2-yə bölmək kifayət edər. Hesablayaq. AB bərabərdir kök altında x1 çıx x2-nin kvadratı, yəni 4 çıxılsın mənfi 2-nin kvadratı üstəgəl y1 çıx y2-nin kvadratı, mənfi 3 çıx 5-in kvadratı bərabərdir 4 çıxılsın mənfi 2 eləyir 6, 6-nın kvadratı 36 üstəgəl mənfi 3 çıxılsın 5 olur mənfi 8, kvadratı olur 64. Kök altında 100, cavab olur 10. Bizdən çevrənin radiusunu soruşur, diametri 10 tapdıq, onun yarısı olacaq 5. 18-ci sual. Bərabərliyi ödəyən x və y ədədləri üçün ifadənin qiymətini tapın. Bu ifadəni açaq. X kvadratı üstəgəl 2xy üstəgəl y kvadratı çıxılsın 4xy bərabərdir 0. X kvadratı çıxılsın 2xy üstəgəl y kvadratı bərabərdir 0. Bu, x çıx y müxtəsər vurma düsturunun açılışıdır. Kvadratı 0-a bərabər olan ədədin özü də 0-a bərabərdir. Onda x bərabər olur y-ə. X bölünsün y. Y-in yerinə x yaza bilərik. Üstəgəl 3. Cavab olur 1 üstəgəl 3, 4. 19-cu sual. Bir hədlinin qüvvəti əmsalından 8 dəfə böyük olarsa eni tapın. Bir hədlinin qüvvəti 3 üstəgəl n-ə bərabərdir. Əmsalı isə 3 böl 2-dir. Əmsalından 8 dəfə böyükdür. Bunu 8-ə vursaq, bu ifadəni taparıq. 3 üstəgəl n bərabərdir 4 vur 3, 12. Onda n bərabər olur 9-a. 20-ci sual. Uyğun tərəfləri paralel olan bucaqlardan biri digərinin 20% olarsa, kiçik bucağın dərəcə ölçüsünü tapın. Uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabər olur, ya da onların cəmi 180 dərəcəyə bərabər olur. Şərtdən görünür ki, bu bucaqlar bir-birinə bərabər deyil, deməli onların cəmi 180 dərəcədir. Bir bucağı 5x ilə işarə eləsək, digər bucaq olacaq x. Çünki biri digərinin 20%-ni, yəni 5-də 1-ni təşkil edir. Bu bucaqların cəmi 180 dərəcəyə bərabər olur. 6x bərabərdir 180 dərəcə, x bərabər olur 30 dərəcəyə. Bizdən elə kiçik bucağın dərəcə ölçüsünü soruşurdu. Kiçik bucağın dərəcə ölçüsü olur 30. 21-ci sual.
Eni 280, uzunluğu 440 olan hovuzun döşəməsinə kvadrat şəklində eyni ölçülü metlaqlar düzülür. Ən az sayda metlaq istifadə olunması üçün bir metlaqın ölçüsü nə qədər olmalıdır? Şəkli təsvir elədim. Biz bilirik ki, kvadratın tərəfi bir-birinə bərabərdir. Biz elə bir ədəd seçməliyik ki, həm 280, həm də 440 ədədi həmin ədədə bölünsün. Bunun üçün əbob hesablamaq lazımdır. Əbob 280, 440 bərabərdir. Hər ikisini də 40-ı mütərizə xaricdən çıxartsaq, yerdə qalır əbob 7, 11. 7, 11-in əbobu olur 1. 280, 440 ədədlərinin əbobu olur 40. Deməli, metlaqın ölçüsünün maksimum qiyməti 40 ola bilər. Ölçü maksimum olanda say da ən az olur. Deməli, bir metlaqın ölçüsü olur 40. 22-ci sual. Bir zər ardıcıl olaraq 2 dəfə atılır. Hər iki halda düşən xalların sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Bir zərin üstündə 1-dən 6-ya qədər xallar olur. 1-dən 6-ya qədər olan ədədlər içərisindən sadə ədədləri seçək. 2, 3 və 5. Zəri birinci dəfə atanda mümkün halların sayı olur 6, əlverişli halların sayı olur 3. Çünki 6 xaldan 3 dənəsi sadədir. Bu zəri ikinci dəfə atanda yenə mümkün halların sayı olur 6, əlverişli halların sayı olur 3. Bu ehtimalı hesablayaq. 36-da 9 ixtisar olur, qalır 4-də 1. Cavab olur 0,25. 23-cü sual. ABD üçbucağında bucaq D 45 dərəcə, BD 8/2 və AB BC-yə bərabər olarsa AC-ni tapın. İlk öncə B təpəsindən bir hündürlük çəkək. Bu oldu düzbucaqlı üçbucaq. Bu tərəfi nəzərə almasaq, BHD üçbucağı olur düzbucaqlı üçbucaq. Bura 45 dərəcədirsə, burada 45 dərəcə olur. BD tərəfi həmin bu düzbucaqlı üçbucağın hipotenuzudur. Əgər bir düzbucaqlı üçbucağın iti bucaqları 45 dərəcə olarsa, onda hipotenuzun uzunluğu katetin köşdə ikisinə bərabər olur. Yəni, bura 8/2-dirsə, onda katet olur 8. Burada olur 8. İndi isə BHC üçbucağına baxaq. Hipotenuzu 10-dur. Bir kateti 8'dir. Onda bura olacaq 6. Bizdən AC-nin uzunluğunu soruşur. HC 6-dırsa, onda AH da 6-ya bərabər olur. Çünki bərabər yanlı üçbucaqdır. Hündürlüyü çəkmişik, oturacaq, yarıya bölünür. Onda AC-nin uzunluğu olur 12. 24-cü sual. AA, AB və BA ədədləri üçün bu ifadə doğru olarsa, AB ədədinin ən böyük qiymətini tapın. İlk öncə bu ifadəni sadələşdirək. AB-nin açılışı olur 10A üstəgəl B. BA-nın açılışı olur 10B üstəgəl A. Bölünsün 3 bərabərdir. AA ədədinin açılışı olur 10A üstəgəl A. 10A üstəgəl A. 11A üstəgəl 11B bölünsün 3 bərabərdir 11A-ya. 11A üstəgəl 11B bərabərdir 33A-ya. 11B bərabərdir 22A-ya. Hər tərəfi 11-ə bölsək, B bərabər olur 2A-ya. Bizdən AB ədədinin ən böyük qiymətini soruşur. A-nın yerinə 1 yazsaq, B-nin qiyməti olacaq 2. A-nın yerinə 2 yazsaq, B-nin qiyməti olacaq 4. A-nın yerinə 3 yazsaq, B olacaq 6. A-nın yerinə 4 yazsaq, B olacaq 8. A-nın yerinə 5 yaza bilmərik. Çünki A və B ədədləri rəqəm olmalıdır. Yəni, bir rəqəmli ədəd olmalıdır. Əgər A-nın yerinə 5 yazsam, B-nin qiyməti olur 10. Bu da doğru alınmır. Onda AB ədədinin ən böyük qiyməti
48-ə bərabər olur. 25-ci sual. ABC üçbucağında AD, CD tən bölənlər bucaq ADS 130 dərəcə olarsa, bucaq DBS-ni tapın. AD və CD tən böləndirsə, onda BD də tən bölən olur. Çünki tən bölənlər bir nöqtədə kəsişirlər. Bura alfadırsa, onda burada alfa olur. ADS üçbucağına baxaq. Əgər bu bucaq 130 dərəcədirsə, onda bu iki bucağın cəmi olur 50 dərəcə. Çünki üçbucağın daxili bucaqların cəmi 180-ə bərabər olmalıdır. Bu bucaqları işarə eləyək. A, B ilə. Burada olur A, burada olur B. A üstəgəl B cəmini 50 tapdıq. İndi ABC üçbucağın daxili bucaqların cəmini hesablayaq. 2A üstəgəl 2B üstəgəl 2 alfa bərabər olur 180-ə. Tapdıq ki, A üstəgəl B-nin qiyməti 50-dir. Onda 2A üstəgəl 2B-nin qiyməti olur 100. 100 üstəgəl 2 alfa bərabər olur 180-ə. 2 alfa bərabərdir 80 dərəcə, alfa bərabər olur 40-a. Deməli, bucaq DBS-nin qiyməti olur 40 dərəcə.